Deyirəm ki, mələk, mən tutmuşam video, danış. Bizim başımızda niyə bu qədər şişəlir əslində, hədir? O ermənilərin təqsiri yox elə, məsəl üçün, bizim o 100 kvadrat evimiz var, onu hökumət bizə, indi 120 kvadrat var, İsparkda, onu hökumət vermişdi bizə. Nə vaxt ermənilər gedəndə Rəşirinlə, müəllimələr o sırada durmuşdum, mamamın növbəti satdım, mamam yox, yalocanım. Ona nədir? Sənətlərə bir dənə, onu da xalam vermişdi evin sənətlərin pulunu, boşunu düzəltmişdi, onu versə bizə. İndi bax, o evdə yaşayırdı bir dənə arvad, erməni arvad, tək arvad idi, tək qadın idi. Elə vaxt mən yaşlı olardı, o qadın çox sakit adam idi, hamımız matqalı ki, başı aşağıdaydı, çox yaxşı adam idi. Nə fikirlərsiniz? Elə bir ki, mamam elə bir ki, biolojanla, elə bir Əlbaba və qışqıldırdı, o gözüm belə bağlayandı səcə. Əlbaba da elə bir necə, orada gəlin var, elə bir nə, pulcur yoxdur, nəysə, çox yaxşı arvad idi, heç kimdən işi olmayan, yəni evinə də kişim işi girib çıxmırdı, çox yaxşı arvad idi. Sonra tək yaşayırdı və onu, nə oldu? Mən məmliyin arvadı ilə Lüdaydı, nəyəcədi, onunla durmuşduq balkonda, onun yanındaydı, qapıyı qonşuydu. O arvadla qapıyı qonşuydu. O gedən getdi də, nə gördü? Bir dənə şumkası ilə çıxdı, dedi də ondan sonra evə qayıtmadı. Nə var idi evində? Məmli 101-ci girmişlər o evə. Erməni idi, çıxıb belə şübhələnməsinlər deyə, Azərbaycandan saxtalma çıxsın deyə. Nəsə, evini sata bilməmişdi. Tək arvad necə satardı? Mən indi durub ev satmaq mənə problem gördüm. Sonra Ermənistan onu dəyişmək nəysə sonra bu dedilər gəlmədi ondan sonra. Məmli girmişdi. Məmli deyir ki, o danışırdı. Nə danışırdı? Bir məmlidən başqaları da girmiş. Təvəkkül də girmiş deyəsə. Deyəsə, nə bahal duxuları olur onda. Bahal duxuları. Çöpürmüşlər, divara sındırırmışlar, duxu da bahal qəşək, çoxlu duxu var imiş. Nəysə, o evi, nə demək istəyirəm ki, o ev var idi, o qadın, elə qoydu çıxdı, məsəl üçün, təsəvvür et ki, elə qoydu çıxdı, mən özümdən başıma gələni görürəm, bizim əgər o evdə xoşbəxtliyimiz oldu mu? Yox, olmadı, heç olmadı. Onun ahı çıxdı.